Salam. Çox sevinirəm ki, yenə də ikinci bölümdə sizin xidmət istəyəm. Azərbaycan Milli Fəallar üçün jurnalizm dərslərinin 12-ci gününün əməli bölümündə xəbər yazaq. Mən doğrusunu desəm, bu günləri xəbər yazmaq üçün bir neçə sayta baş vurdum ki, onların titrlərindən görəm hangisinin xoşum gəlir, onları sizin üçün yazam. Azərihada 4-5 dənə yaxşı xəbərlər var idi ki, üstündə danışmaq olar. Bura haradır bu sayt? İsnada, Şəhristan xəbərlərində 4-5 dənə xəbər var idi. Mən onlardan birinci ötürdüm və bura haradır? Günaz TV-dən də bir dənə xəbər götürdüm. Günaz TV bizim milli TV-miz olduğu üçün bir dənə xəbər ondan başlayaq, ondan gedək qabağa. Xəbərin titri آب شرب 8 رود آلوده به آرسنیک است. آلوده kəlməsini qoymasaq da olar. Yəni titri biraz dəyişsək, məsələn 8 رودی ها آرسنیک می آشامند. Çünki əgər suda arsenik vardı, yəni bunlar bir səm yeyirlər, bir zəhər yeyirlər da, zəhər içirlər. Biz eləyə bilirik ki, məsələn, deyək ki, 8 rudlular zəhər içirlər. آب 8 رود səmmi است. Çox rahat, yəni ehtiyacı yoxdur ki, böyük, uzun cümlə yazaq. Qısa cümlələr yazıb və gözəl yaza bilər. Eyni halda ki, təsiri də çox olar. Məsələn, desək ki, 8 رودی ها زهر می آشامند daha çox təsir qoyar ta arsenik. İndi birinci cümlə ki, xəbərçi zehnimə, mənim özümün şəxsən arsenik nədir? Kim deyib ki, bunlar arsenik içirlər? Ya Təbriz Həşrdun suyunda arsenik var. Arsenikin təsiri nədir, neynər? Yəni, mən indi nə mən axtaracağam? Mənim burada 8 rudla ilgili arsenikli su. Və arsenik nədir? 8 rudlulara neynir? Mən bunu istəyirəm. Çünki bu xəbər budur. Bundan sonra nə mənə yazılsa xəbərə rəbti yoxdur. Gedək görək nə mənə. Günaz TV. Lid beləsidir. Nümayəndəyi mərdum 8 rud, Türkçəsi heşkəri və çaroymaq در مجلس اعلام کرد 2 nöqtəsi yaddan çıxılıb qoyulmayıbdır. آب شرب 8 رود آلوده به آرسنیک است و سلامت شهروندان را تهدید می‌کند. Gözəl. Adını yazsaydıq daha yaxşı olardı. Yəni deyirik ki, adı nədir bu adamın? Həmzə Əmini. Kaş deyirik Həmzə Əmini nümayəndəyi mərdum da istəmir. O zaman ki yazırsınız nümayəndəyi bir yer, yəni oranın milləti seçibdir da, torpağın nümayəndəsi ki, oranın adamları bunu seçiblər. Ehtiyac yoxdur, mərdum sözünü gətirək. Nümayəndəyi 8 rud ya həşkəri və çaroymaq
elan kərd. Dər məclis nümayəndə harda olar? Nümayəndə normalda məclisdə olar. Amma əgər biz şurayı şəhərdə nümayəndəmiz vardı, ya şurayı xubregan rəhbəridə vardı, istəyək onlarla qatmayaq, heç vaxt şurayı xubregan rəhbəri ya şurayı şəhri deməzlər nümayəndə. Nümayəndə addır, o adamlar üçün gedir. Pəs bunda elam ehtiyacı yox. Dər məclis elə məclisdə olar nümayəndə. Nümayəndə bunu məclisdə deyirsə, okey, məclis kəlməsini gətirsək olar. Amma əgər eşikdə bir ayrı yerdə deyibdir, onda ehtiyacı yoxdur. Yoxdur, nümayəndə mərdum dər məclis. Nümayəndə məclisdə olar. Bu da oranın nümayəndəsi. Pəs elam şərtdən sonra o qoyular. Belə bir şey deyibdir. İndi bir guzarışı Günas TV yenə də gətirib aşağıda. Bu tikrara ehtiyacı yoxdur. Bir yerdə gəlsin. Ən çoxu bir yerdə gəlməlidir. Xəbəri əgər özümüz götürmüşük, yazıb as fars. Pəs elə burada deyə bilərik, bir guzarış fars. Üstdə Günas TV-ni dedik ki, Günas TV xəbəri yayır. Aşağıda deyirik ki, bir guzarış fars və vəsətdəkilər gedər. Həmzə Əmini. Baxın, indi gərək burada deyək bu Həmzə Əmini kimdir? Çünki biz üstdə nümayəndə eşitdik, bilmədik adı nədir. İndi də Həmzə eşidirik, bilmirik kimdir. Çünki bəzən biz xəbərlərdə görürüz ki, bir xəbərdə 3-4 nəfərin adını gətiririk. Ya postunu gətiririk. Onun üçün deməliyik buradakı Həmzə Əmini nümayəndəyə yad şude hətta. Zohr Emruz Pənşənbə. Hangi pənşənbə? Mən indi bilmirəm, bugünkü pənşənbədir, ya keçən həftəki pənşənbədir, ya bir ay bundan qabaqdakı, ya bir il bundan qabaqdakıdır. Ehtimalən bugünkü pənşənbədir. Zohr Emruz, parantez açın, pənşənbə, ayın fulanı, bağlıyın, ilin də yazın. Çünki onda bəlli olar ki, bu hangi gündür? 1000 ildən də sonra hər kəs Günas TV-nin veb-saytına ya bu xəbərə müraciət eləsə bilər ki, filan tarixdə bu xəbər deyilibdir. Gözəldir. Bu dəqiq tavsif eləməkdir. در مراسم تکریم و معارفه فرمانداران هشترود افزود. Əslən buna ehtiyacı yoxdur. Çünki bizə mühüm deyil ki, bu harda bu sözü deyibdir. Azərbaycanlılara bu mühüm deyil ki, orada bir muarifə olubdur, fərmandarları falan eləyiblər. Əvvələn fərmandarın muarifəsi olmaz, fərmandarları olmaz Həştrudun. Həştrudun bir dənə fərmandarı olar. Fərmandaran Həştrud, yəni oranın hər məhəlləsinin bir fərmandarı var. Normalda o adam ki fərmandar təyin olub, o fərmandardır, o adam ki ləğv olub, o da istefa verib ya götürülübdür, o fərmandar deyil. Ona ehtiram üçün deyə bilirik ki, fərmandar-ı sabiq. Bəs fərmandaran muarifədə, xüsusən təkrim-i muarifanı Həştrud olmaz. İlla bu ki, şəhərlərin adını gətirək deyə Həştrud bizim nəzərimizə məsələn bir dənə böyük bir şeydir, ildir. Onun müxtəlif şəhərləri var, hərəsində bir fərmandar var. Onda da o ayrı bir şey. Onu girək-yenə də gətirək, açıqlayaq ki, mənzurumuz odur. Pəs, buradan xəbərin buralarında bir izafi bir şeylər var ki, ehtiyacımız yoxdur. Əfzud. Nə məni əfzud? Danışırdı da. Buradan hələ biz tozih veririk. Əfzud nəyə? Heç zat qabaqda deməmişik ki, deyək və əfzud. İlla ki, deyək, paragrafın qabaqdakı paragrafı. Çünki qabaqdakı paragrafın bunun fərqi vardı. Gərək gətirək burada deyək ki, bu cür dedi. Bu paragrafda tozih veririk. İstirik o adama yer açaq. Bu kimdir? Ya adına, ya yerinə, filanına, bəhmanına. Əgər olmasaydı, buradan yazmasaydıq, eləyə bilərdik deyək ki, adını gətirək. Dedim, o adını gətirməmişik, üstə fərqi var da. Həmzə fulani گفت باید هر چه زودتر پس از آبگیری سد کلفان آب شرب شهر هشترود از آنجا تأمین شود و الان آبی که مصرف می‌کنیم از سد سحن تأمین می‌شود و دارای آرسنیک است و جان مردم را به خطر می‌اندازد و کسی هم پاسخگو نیست. من yoruldum, nəfəsim çıxmadı, oxuyub qutaram. Niyə vələrin yerinə nöqtə qoymuruq? Əvvəl ibtidai inşa yazmır ki, qardaş, biz yazırıq da. Biz eləyə bilirik ki, gətirək burada bunu qoyaq. Pəs, buradan hələ arseniki getmədik. Külfan səddinə görə danışdıq ki, gərək tez suyu da olsun. Sədd-i səhəndidən də
Suyun arseniki var. Bunların da millətin canını xətərə salmayıbdır. Salacaq. Niyə əndazət? Ya elə indi salır. Amma keçəcəkdə salmayıb. Amma sonra xəbərdə görəcəyik ki, davamında xeyr. Bu iş neçə ildir هشترود belə bir şey var. نماینده هشترود پیشتر در شهریور ماه 95 نیز در گفتگو با ایسنا نسبت به ویرگولون orada var. نسبت به آلودگی آب شرب این شهر هشدار داده بود. اما takunun çarəyi در این باره اندیشیده نشده است. Burada da bir neçə edit məsələlərini deyim gedək. Nümayəndə Həşterud ehtiyacı yoxdur, tikir eləyək, üstə dedik, adın dedik, indi eləyə bilirik, vey gətirək, elə nümayəndə Həşterud gətirək, ola bilər, yəni iradı yoxdur. بیشتر در شهریور gərək ola پیشتر. بیشتر olmaz. بیشتر yəni çox, پیشتر yəni qabaqda. بیشترlə pişin fərqi var. Mən bəlkə iştibah görürəm. Düz yox, düz yazıblar. پیشتر yazıblar. در شهریور ماه 1395 onlar yapışıblar bir-birinə, ona görə onları gərək bizlərdə hərəsinin arasında bir vurula, space vurula, fasilə verilsin. Virgül qoyulubdu. Virgüldən sonra niz gəlməz elə. Gərək virgül olmayan niz gələ. در گفتگو با گفتگو ya gərək bir kəlmə ola ya da ayrı-ayrı yazıla. Normalda گفتگو bir kəlmədir. Onun üçün gərək yapışıq ola. در گفتگو با İsna virgül نسبت به آلودگی آب شرب این شهر هشدار داده بود. تمام. اما تاکنون چاره‌ای در این باره اندیشیده نشده است. heç o cümləyə rəbti yoxdur. Bir dənə amma qoymuşuq, bir dənə cümlə gətirmişik, qabaqçı cümləyə rəbti yoxdur. Cümlələr o zaman ki amma, lakin, bəlkə gəlir, o cümlənin qabaqdakı cümlənin məşrutudur da, ya təkmiləsidir. Gərək elə gəlsin ki, o məntiqi fikri olsun. O fikrin məntiqi davamıdır. Burada bizlərdə bura mənim nəzəriməcə biraz fərqlidir. Əmini با بیان اینکه میزان آرسنیک موجود بالاخره بلکه جلرخ در آب شرب هشترود بالاتر از حد مجاز است گفت. orada gərək virgül olaydı əslən sonra təkid کرد یا گفت دو نقطه فاصله. دو نقطه heç vaxt qabaqçı kəlmədən ki gəlir, ondan fasiləsi olmaz. دو نقطeden sonra, iki nöqtədən sonra fasilə olar. Cümə açıq, مسئولان باید با مردم رو راست بوده و به مشکلات مردم رسیدگی کنن و نباید مصلحت جمعی را فدای مصلحت فردی می‌کنن. یا نه من آرسنیک ربطی yoxdur, bunu niyə yazmışıq? İlla bu ki bu cümləni gərək elə dəyişdirək ki, arsenikə görə deyək ki, məsullar arseniki həll eləməyə çalışmırlar və məsələn fərmandar olmaq üçün arsenikin üstünü örtür. Ya rəis danışqa. Bu cümlə əslən rəbti yoxdur, bir şey izah eləmir arsenikə görə. Və hələ mən bilmirəm arsenik orada suda nə qədərdir, arsenik özü nədir, həştərilərinin başına nə oyun gətirib, əslən bunları bilmirəm. Və elam کرد iki nöqtə istir qoyulmayıbdır. مسئولان وظیفه دارند ویرگول به مشکلات مردم رسیدگی کرده و آنها را حل فصل کنند. Üstədə elə bunu demişdi, dana fərq elədi. وجود آرسنیک در آب شرب هشترود در سال 93 نیز خبرساز شده بود. بحث‌های زیادی را برانگیخته بود. اما در آن سال رئیس دانشگاه علوم پزشکی تبریز این واقعیت را انکار کرد. این واقعیت olmaz, on vaqiyyət olar. Çünki in yəni indi bu vaqiyyəti, amma yəni o vaqiyyəti, o zamanki vaqiyyəti. Burada inlə anın fərqi vardı. Bir də onu cümləni belə yazında yazaq ki, 63-də də belə bir şey olmuşdu. Rəis danışıqlı Təbriz onu inkar eləmişdi. Cümlə kiçik. 12 dənə kəlmə ilə qutarar əvəzinki 25-30 dənə kəlmə yazaq. Məhəmməd Hüseyn Somi bu kimdir? Hardan gəldi bu? در این حال وجود سختی در آب و وجود سختی در آب این شهر را به سختی وجود سختini yadınızda saxlayın. وجود سختی iki cümlənin arasında در آب این شهر را به دلیل قرار گرفتن مسیر آب و سد سهند این شهرستان در مسیر معادن تایید کرد. İndi bir anda müşkül arsenikə çoxaldı. Səxtiyə ab nə mənədir? Həm də vücud səxti.
Bu da bir müşkül oldu müşkülün qabağına. Yəni, indi mənim bir sualım oldu, səxtidən mənzurun nədir? Gərək xəbərnigar bilə ki, mənim xanəndəm İnsafəli Hidayətdir. Savadı azdır, bilmir bunların anlamı nədir? Bunlar təxəssüsü sözlər, mən gərək bunları anladam. İnsafəli hələ bu camiənin savadlısıdır. Arsını ki bilmir, səxtini bilmir, vücud səxtini bilmir. Çünki səxtini bəlkə bilirəm, amma vücud səxti biraz mənə əcib gəlmədi. Xoş, gərək bunları İnsafəliyə açıqlayasaq, İnsafəli bilə. İndi İnsafəlinin nənəsi yazıq ki, savadı yoxdur, bunları nəcib bilsin. شهرستان هشترود در استان آذربایجان شرقی قرار دارد. به دلیل عدم سرمایه‌گذاری دولت و عدم توسعه یافتگی این شهرستان یکی از محرومترین و مهاجر فرست ترین مناطق Azərbaycan محسوب می şəbət. Bir böləcə buna görə bir şey yazıblar. Mən bilmədim bu Sumi kimdir, hardan tapıldı. Rəis danışgahın da adını bilmədim. Ərz edeyim xidmətinizə. Hər halda Arsını hiç bilmədim nədir. Bilmədim Əhşiruda nə edibdi, səxtliyi də bilmədim nədir, nə edibdi. Bildim ki bu səxti bir şeydir ki mədənlərin orada suyu ora gəlməklə ilgilidir. Amma nə ilgisi var bunu bilmədim. Çünki bilirsiniz bizim şeyimizdə, dostlar diqqət buyurun. Bizim şəfahi fərhəngimizdə və o ki cari çəklərdə bu inanırlar. Tualet eləsən belə suyun qırağına aşağıda 50 metr aşağılıqda içərlər onu. Çünki deyərlər su mumları götürməz. Quyularımıza bu tərəfdən tuvalet gedər, o bir tərəfdən içər. Amma hamımız bilirik ki, aşağıda bu məxzəndir, bir dənə sudur, hovuzdur, göldür. Buradan içinə tuvalet boşalır. Oradan da pompu qoymuşuq, çəkirik üstə içirik. Biz gərək bunları millətimizə öyrədək. Millətimiz bir o işi görməz ki. Bir xəbər də gedək. Bir ayrı websaytdan oxuyaq. Umaram ki, sürətlə oxuya bilim, amma çalışıram ki, oradan ki, az nəqd eləyim ki, bəlkə çox xəbər oxuyaq. Azəriha websaytı bir dənə gözəl xəbər yazıbdır. Bu xəbər bizə mühümdür. Azəriha özü nəcür baxır bir məsələdir. Biz nəcür baxmalıyıq o məsələdir. Biz lazım deyil Azərihadan fotokop eləyək. Bəlkə lazımdır ki, xəbərləri görək. Rəis Danışgah Sənəti Urumiyə 2 nöqtə. Adını bilmirik, amma dedi, bunu dedi. Nə dedi? Danışgah Sənəti virgül qoymayıbdır. Məkani təxəssüsi برای رشته‌های فنی است و تدریس زبان بومی الزامی ندارد. Bunu daha gözəl şey olardı. Amma tüm bu gözəl titr vurmaq olardı. Buna neçə cür bir müstəqim, bir qeyri-müstəqim titr vurmaq olar. Müstəqim budur ki, deyək Rəis Danışgah Sənəti Urumiyə 2 nöqtə زبان آذربایجانی یا زبان ترکی لازم نیست. Çünki elə lüzumi نداره da. Zabanı bumidən də adı türkü, mənzuru türküdür. Azərbaycan qərbidə İngilisi oxumurlar. Millət İngilisi dili yoxdur, ərəbi də yoxdur. Nəhayətdə Azərbaycan qərbidə biraz erməni var. Azərbaycanlı erməni, biraz da Azərbaycanlı Kürt var. Nəhayətdə. Ən sonu. Ki onların da haqqını qəbul edirik. Onların da dilləri tədris olmamalıdır bu ağanın nəzərində. Niyə? Çünki fənni danışgahda dil əslən mühüm deyil, dili oxumazlar. Fənni danışgahda niyə İngilis oxurlar? Niyə Alman oxurlar bəs? Buna görə ki, içində elmi örgəşələr. Yaxud bunlar oxuyurlar ki, neyirlər, gedərlər bu camiədə bu elmi işlədələr, fənnini bu camiədə işlədələr. Bunlar bu camiənin dilini bilməsələr, nə cür işlədəcəklər bu elmi o camiədə? Gedəcək Almaniyaya deyəcək ki, məsələn, Guten Morgen, bir dənə Ərdəbilli, bir dənə Təbrizli, bir dənə Urmulu, bir dənə Zəncanlı nə bilsin ki, Guten Morgen nədir? Bilirsiniz,
İndi bu xəbər mühüm xəbərdir bizə. Görək nə yazıbdır. Bu bunun titri çox müstəqim də, qeyri-müstəqim də. Yəni bu adamın adını yazmamaqla ya bilirik ki, rəis danışgاه sənəti Urmiyə nöqtədə qoymayaq, məsələn, با آموزش زبان مادری müxalifət کرد. Çoxlu titrlər vurmaq olar. Yəni bizim əlimizdədir. Bu iki danadan çox eşiyə çıxmaq olar. Titridə əlimiz açıqdır. Şairanə olmalıyıq. Biz biraz titridə kəlmələrlə oynamalıyıq. Fikir verməliyik, oynamalıyıq. Yazıb bir 10 dəfə bunu yazsaq, sınsaq o üzümüz. Yəni mənim o imkanım təəssüfanə yoxdur. Gərək bu tablomu da ayrı tablo alam. Görək ki, bəlkə onu da silə bilək, eləyə bilək, eləyək. Onun üstündə işləyək. İndi görək. Bir dənə də əks qoyubdur. Mən əksi görməmişdim. Görüm o əksə gəlir, səsdə görsəm xəbərguzari Farsda bir nəfəri görsədir. Ehtimalən orada müsahibə elibdir. Görək baxaq şurada xəbər nədir. رئیس دانشگاه صنعتی ارومیه در گفتگو با خبرگزاری فارس گفت 2 نقطه. اوکی، پس o عکس düzdür. خبرگزاری فارس‌da danışıbdı. اگر تعداد دانشجویان ثبت نام شده به حد نصاب برسد ویرگول qoymayıbdı. برنامه‌ریزی‌های لازم برای اخذ واحد درسی زبان ترکی انجام می‌شود. چون برای تدریس زبان ترکی باید استاد و منبع امتحانی انتخاب شود. Pəs bu adamın sözü bir yazısı budur ki, bəllidir. Danışgah Urmiyənin sənəti danışgədəsində ya sənəti danışgahında danışçılar istəyirlər türkçə oxuyurlar. Bizə təhlil verir. Yəni biz edə bilirik bundan təhlil məvadını götürək. Xəbər yazaq. Amma bu adam deyir, əgər hədd lazımə yetişsə, biz onlara məcburuq ki, dərs qoyaq türkçə dilində, onlara kitap koyaq, ustad koyaq və onlardan imtihan alaq. Tamam. به گزارش وبسایت خبری تحلیلی آذری ها به نقل از فارس عبداللهی kimdir? Axtarın tapıqçılıq bu Abdullahi kimdir? Bunun bir yerdə adını oxuduq biz. Mənim yadıma gəlmir bunun adını oxudamaq. İndi gəldik şöhrətinə yetişdik. Baxın, biz heç vaxt bir dənə adamın belə eləyənmərik. Mərifə eləməmiş bu adamın şöhrətindən istifadə elədik. Abdullahi Şərif گفته است. 2 نقطه منبع این درس بسیار مهم است و باید دارای محتوایی باشه که در آنها به اقوام مختلف توهین و بی‌حرمتی نشود. نقطه قویمیت ویرگول سمت و سوی ملی داشته باشد ویرگول زمینه‌های ایجاد شکاف و سوء استفاده را ایجاد نکند. Bu da hələ bir şey deyil. Çox bir şey. Çünki o hələ o xəbər içistiri o deyil. Yəni titr bir şeydir, onu gəlməyib. Biz gərək bunlardan keçək. İlla bu ki o üstdəki paragrafı eləyə bilirik, aşağıda bir yerdə işlədək, saxlarıq. Əvvəl o xəbər içi titrdə vardı, onu gərək tapaq, onu yazaq, onu izah edək. Sonra o paragraf üstü oxuduq, əgər تعداد دانشجویان به ثبت نصاب falan onu orada işlədərik. رئیس دانشگاه صنعتی ارومیه اظهار داشت. Yenə də bunun adını bilmədik. Kiçik adı nədir? ارائه درس زبانهای بومی برای دانشگاه‌های جامع مانند دانشگاه ارومیه که رشته‌های علوم انسانی مانند ادبیات و زبان فارسی و زبان شناسی در آنها تدریس می‌شود می‌تواند الزامی باشد. Deyir o danışgahlarda ki ulum insani de ola bilər. Tamam. Mən bunları niyə tərcümə edəcəm bilmirəm. Hamı Farsı başarır da qaydətən. Amma burada deyir ki cami danışgahlarda Cami mesela gördüğünüzde misal verir. Urmiye danışgahı, Təbriz danışgahı ki tamami riştələr bunun içində var. Orada. Amma mesela bir danışgah ki təxəssüsü. Mesela fəqət Şərif. Təxəssüsüdür da, çox da kompüteridir ya, nə bilim elektronikdir falan bəhman. Ya mesela bu istəyir ki mənim danışgahım sənəti danışgahı Urmiye danışgahının bir danışgədəsi deyil. Özü müstəqil bir danışgahdır. Onun üçün burada biz təxəssüsü dərs oxuruq. Ehtiyacı yoxdur təxəssüsü dərs oxuyan dil bilə. Belə bir şeyə gidirik zahirən. الزامی باشد. اما دانشگاه صنعتی علمی مکان علمی و تخصصی در رشته‌های فنی است. بنابراین ارائه این درس الزامی به نظر نمی‌رسد. این درس ویرگول الزامی به نظر نمی‌رسد. Onun üçün mən dərs elzami gördünüz də, yəni غلط oldu. Qeyddim, bir də oxudum, virgül qoydum zehnimdə.
Nuqtaya fasilə qoyubdu, vəlinin arasında fasilə qoymuyubdu. Bunun bir iştibah səhvidir. Normal olar, vəli hamı gərək olmayır da xayrıca. Nəinki mən bu işləri görürəm, amma mən də bu işləri görürəm. Qələt yazıram, iştibah edirəm, amma elmisi budur. Düzü budur. Vəli ba in vücud, vəli hər yerdə gəlsə, virgül nəhayətdə qoyulsa qoyular, qoyulması qoyulmaz. Bəli, bəlkə, lakin, əlbəttə. Bu cür bir şeylər gələndə qabaqda virgül qoyular, nöqtə qoyulmaz. Çünki o cümlənin davamıdır. با این وجود به عنوان یک درس دو واحدی عمومی اختیاری برای دانشجویان ارائه شده است و یادگیری این درس به عنوان اطلاعات اضافی و فوق برنامه برای دانشجویان خوب است. Bu bizə bir dənə, bura bizim xəbərimizdir. Üstdəki xəbərçi var idi, titr buradan çıxıbdı, biz buranı yazacaq. Qalanlar için nə var? Burada üstdə nə oxumuşduq? Hamısı dərdə dəyməz. Üstdə fəqət o əvvəl paragraf oxuduq. Orada bir kəlmə dedim ki burada vardı درده یا بلکه اوراد. گفتنی چند روز پیش یک کانال تلگرامی منتسب به یکی از تشکل‌های دانشجویان دانشگاه صنعتی ارومیه فراخوان گردآوری امضا برای تدریس زبان ترکی آذری در این دانشگاه را داده بود که این فراخوان از آنجایی که توسط خود دانشجویان دانشگاه با استقبال مواجه نشد، رسانه‌های معاند و تزیین طلب به تبلیغ آن پرداختند. Bu da o adam bu vebsayt bəllidir ki, istəyir ki bunlar dil istəmirlər filan bəhman sertipert deyir. Bu onun Azərbaycançılığına müxalifət nəzəridir. Nəzəridir. Mənim nəzərimə sertipertdir, onun nəzərinə nəzər. Mən bu nəzərə ehtiram qoymaram. Məsələ budur. Ha. Biz hər nəzərə ehtiram qoymaq məcburiyyətində deyilik. Çünki ehtiram qoymaq yəni bu ki biz bu bizim nəzərimizə də ehtiram qoyulur. Bu oradakı adamlara da ehtiram qoyulur. O halda ki bu belə adamlar ki onu imzalayıblar, o danışıqlar ki orada dərs oxurlar və türklər onlara ehtiram qoymur. Bunun üçün bunun nəzəri bizə möhtərəm deyil. Ehtiram iki tərəflidir. Bizim haqqımız yoxdur bir adam ki bizim fikrimizə, millətimizə, camiəmizə, dilimizə hörmət qoymur, ona ehtiram eləmək haqqımız yoxdur. Haqqımız yoxdur. Fantezi bir iş görənmərik. Biz fövq fantezi hərəkət eləyənmərik. Camiənin dörd qapısının arasından keçəcəyik biz. İzafi bir yerdən keçənmərik. Özümüzə oyun çıxatmayaq. Yox ki biz gedəcəyik, nə bilim, uçaq gedək. Yox, beləsi bir şey yoxdur. Təcrid tələb də mənzurları bizuq da, bizlərə deyirlər təcrid tələb. Və köş bunun yerinə bir ayrıca, əlbəttə təcrid tələblik də pis deyil. Bir məmləkət ki orada zülm olur, gərək təcrid olsun. Bunun belə lüğəti, elmisi odur. Amma istiqlalçı desə biz biraz xoşhal olarıq. Çünki müsbət mənfisi vardır. Əlbəttə dedim, təcrid tələb də elə həman deyir. Biz istiruq nəhayətdə İranı bölək da. İstiruq öz vətənimizi ortaya çıxardıq. Biz istiruq istiqlalımızı alaq. Biz istiqlalımızı alsaq İran bölünür. Bunun bir anlamı elə odur. Onun üçün onu mən çox da mənfi görmürəm. Peyrov این اقدام مشکوک وبسایت آذری ها baxın gördünüz də qələt oldu. Beləsi olacaqdı. Peyrov این اقدام مشکوک virgül وبسایت آذری ها طی تحلیلی به آسیب‌های امنیتی هویت پایه در تأسیس چنین رشته‌هایی پرداخته و دانشگاه ارومیه را از افتادن در دام پروپاگاندای جریان‌های نفرت پراکن پرهیز داده بود. Bəllidir ki, pəs bunlar mən oxumamışdım, bilmirəm. Bəllidir ki, bunlar oturublar bir dənə təhlil yazıblar. Orada bu danışgahın rəislərinə fişar gətiriblər ki, siz ana dili qoymayın. آذری ها می افزایت 2 نقطه‌ای جلو olsun بر اساس مصوبات شورای عالی انقلاب فرهنگی و وزارت علوم چنین درسی باید از یک قالب کلی که در وزارت علوم و به تصویب رسیده اند burada da قالب کلی onlar müfrad فعل رسیده اند olmaz پیروی کنند و همان گونه که رئیس دانشگاه صنعتی ارومیه به درستی اشاره کرده است لازم است ارائه آنها بر اساس ötürcüsün bu dərdə dəyməz. Bu xəbərmiş. O ki orada deyibdi biz yazmışdıq. Budur. Rədd pay cereyanهای مارکسیستی در دانشگاه صنعتی ارومیه. نقطه ویرگول هم افزایی با اپوزیسیون تجزیه طلب به بهانه زبان آموزی. Titridir. İstəyibdi ki gözdən sala bu ana dilin istəməyi. Bunu müttəhəm eləyər. Əvvəl gətiribdi cereyanهای مارکسیستini qoyub ora ki orada rəddi paları var. Yəni orada bir
ola bilər ki, bir fikirlər olmuş ola ki, marksistlərə rədd. Çünki rəddifa bu da, yəni. Ondan sonra gəlib də həm əfzایی با opozisyon təziyə tərəf, yəni ki, danışgah sənətinin danışçıları ilə Azərbaycançılar ana dili bəhanəsinə istəyiblər bir-birlərinə yapışalar. Bu adam bunu istirib şeyləsin. Bu bir dənə bizə yaxşı təhlil məqaləsi yazar. Biz bunu 200-300 kəlmədə bir dənə çıxılı məqalə təhlili yazarıq və bu adamların sözlərinin hamısının içinə o söz olar. Mən bunu oxumayım. Çünki bu təhlildir. Təhlildə də fəqət irad tutmaq olar. Nəqd eləmək olar əlbəttə, amma ora keçmiyor. Bir dənə gözəl xəbəri vardı bunun. Mən sevindim bu xəbəri oxudum. Mənfi yazıbdı amma diqqət buyurun. İntişar kitab 2 cildi Ruzşumar Qailə Azərbaycan. Bilirsiniz, İrançılar milli hökuməti 1325-də qəbul eləmirlər. Ona Qailə Azərbaycan deyirlər. Hətta ona şuriş də demirlər. Üsyan da demirlər. Qailə deyirlər. Qailə yəni nə mənə? Yəni bir dəstənin içində dava düşübdür. Bir tayfanın içində dava düşübdür. Qailə olub da bir dənə bir şey yox. Amma bunun calibliği haradır? Bir dənə kitab çap olubdur. 2 cildi. Bunun gündəlik hadisələri mətbuatdan çıxardıblar. İndi bu xəbərdir da, zahirən bir dənə kitab çap olub gərək buna görə tozih versin. Bu kitab neçə səfədir, nə cür yazılıbdır, yazanı kimdir, nə cürdür, nə təhərdir. İndi bunun baxaq xəbərinə görə xəbəri nə cür? در پی ناامیدی مقامات شوروی از کسب امتیاز نفت شمال در سال 1300 یا در اواخر 1323 یا 1323 آنها دست بالا را گرفته و در صدد تجزیه کل شمال ایران برآمدند. نقطه ویرگول. برنامه‌ای که از دیرباز مد نظر روسیه قرار داشت و بعد از شهریور 1320 و اشغال ایران ویرگول مقدمات عملی آن نیز فراهم شد. Cümle naqis qaldı. Cümle naqis qaldı. O yekəlikdə cümle axirdə naqis qaldı, nöqtə qoydu. اگرچه برخی از گرایش‌ها و جراید چپگرا این رشته تحرکات را که در نهایت به تشکیل 2 حکومت دست نشانده در تبریز و مهابات منجر شد تحولی مترقی تعبیر کردند و برخی از گرایش‌ها و جراید بی‌طرف نیز تجاهل در پیش گرفتند ویرگول. اما گرایش‌ها و جراید دیگری نیز بودند که از همان بعد کار از افشای واقعیت امر خودداری نکرده و تا جایی که مجال انتشار داشتند ویرگول گوی می‌ده از این مداخله آشکار بیگانگان در امور داخلی کشور پرده برداشتند. آنچه در این مجموعه ارائه می شود گوشه‌هایی از این تلاش‌های مطبوعاتی است. کل bu 3 cümlədə axirincisi 12-13 kəlmədən ibarətdir. Qalanı ki 80 kəlmə zad olar, 2 cümlədən ibarətdir. Və qələtdir. Əslində bir cümlədir olacaq. Buradan o xəbərdən heç söz almadı. Bu kitab nə mənədir? Bu kitabdır. Xəcər ya kitab yazasan, kitaba görə bir şey yazasan. Xəbər yazasan. Çünki sən orada xəbər vurmusan, nəqd eləmirsən, xilan eləmirsən, tamam. Bunları gərək müraciət edəsən. Kitab indi baxaq. Kitab Ruzşumar Qailə Azərbaycan. Görən bunun adıdır. Çünki orada kitab edən sonraki ad olacaqdır. Ruzşumar Qailə Azərbaycan geri ad olur. Şuraq bu kitabın adını atıb şuraq nə mənə yazıbdır. Əksini biraz vursaq yekəlsə. Tarix müasir İran Ruzşumar Qailə Azərbaycan cildi 2. Bəli, bunun adı Ruzşumar Qailə Azərbaycan. Normalda ism ya adı ki bir şeyin adıdır, müxtəssidir, ixtisası addır, o cümə arasında gələr. Əgər hətta imkanımız olsa onu bold elərik, qərələrik ki biraz yekə görsənsin, fərqli görsənsin. Üstüdür ki bu bir ayrı bir şeydir mətndə. و biz onun üstünde در 2 جلد از 11 مرداد 28 آذر 24 و 29 آذر الی 29 آذر الی 29 اسفند 24 یا نه birinci cildində ehtimalən 2 cildidir. Yazmayıb. Çünki bunları yazmayıbdı, mən də baş tapmadım. Birinci cildində Murdadın 11-dən ta Azərin 28-nə qədər, ikinci cildə də Azərin 29-dan ta İsfəndin 29-na qədər filan ilin ki yazılıbdır. Cümlə naqisdir, qeyri-məfhumdur, bəllidir hangi cildi belədir, hangi cild həylədir.
özümüz gərək bunları təşxis verək və bu bizim xəbərnigarın gərək bunun yazanın normalda mixkub götürürlər, mixləyərlər bu veb-sayta ki, mən bundan tez-tez sual soruşam. O halda ki, xəbərnigarın və yazarın işi budur, elə yazsın ki, oxucu sual soruşmağa ehtiyacı olmasın, hər şeyi orada cavab alsın. Onun üçün o suallara görə danışmışıq. Mən tablomu bugün gətirməmişəm bura. İndi به کوشش کاوه بیات و رضا آذری شهر رضایی به بازار آمده است. Bu kitap bazara gəlibdi, bu iki nəfər yazıblar, əlləri armasın sağ olsunlar. İndi bir tozih verəcək bu kitab nədir? این اثر مهم هم در مهمه در حقیقت مجموعی از گزارش نشریات وقت در خصوص اوضاع و احوال آذربایجان از دریچه‌های مختلف است. Mən özüm illərcə, aylarca hətta buradan neçə nəfərə də pul belə پیشنهاد elədim ki, gedin, hətta proje verdim hətta. Ki, gəlin bu projeni mən verirəm. 10 min tüməndə pul, 10 milyon tüməndə pul verirəm. Gəlin gedin Azərbaycanın bu ili filan tarixdən filan tarixəcən İranda bir zaman ruznamələr çıxıbdı və bunlar da kitabxanalarda var. Kitabxana Məclisdə var, kitabxana Danışgah Tehranda var, kitabxana Mərəşi Nəcəfidə vardı, kitabxana şeydə vardı, Təbrizin Danışgahının kitabxanasında vardı, Təbrizin Milli Kitabxanasında var, şimdi adı mərkəzi olubdu. Gedin o dövrdə bu ilin ruznamələrini alın, əhs alın fəqət. O səfələri ki, o səfədə tüm mücəlləd olublar o dövrənin ruznamələrinin hamısı, onları çıxadın. O səfələri ki, orada Azərbaycan xəbəri var, əhsin salın. O kiçik yerdə də çox xəbər yazılıbdır. Onda əhsin salın ayrı, götürün, gətirin olsun, yığaq eləyək bir kitab. Biz fəqət xəbərləri çap eləyək, əksləri çap eləyək, heç xəbər də çap eləməyək. این کتاب توسط نشر شیرازی و در تهران منتشر شده است. بله bu kitap taza çap olubdu, gözəl bir şeydir, amma bunun xəbəri حرفه‌ای xəbər deyil və əslən حرفه‌ای xəbər deyil. Xəbər çox darbadağın bir xəbərdir. 37 dəqiqədə bilmirəm dostlar, icazə əgər versəz xəbərguzariyə şeydən də, isnadan da bir 3 xəbər seçmişdim. Onlardan bir ikisini, üçün seçmişəm. Bunların fəqət titrini oxuyayım, çoxunu oxumayayım, qalsın. Birinci xəbər Şəhristan Bonav ظرفیت بالایی برای رشد şirkət‌های فناوری دارد. Bu növ xəbərləri dedik, neyirik? Əslən çap eləmərik. Niyə? Çünki burada heç bir şey içində yoxdur. Bu xəbər propagandadır, təbliğatdır, o fərmandar, o baxışlar istəyirlər desinlər ki, biz bir iş yoruq. Əslində heç iş yoxdur, bax burada xəbər də yoxdur. Çünki bu deyib ki, bunun məsələn siz quru bir yer görürsünüz, Urmu gölü görürsünüz, deyirsiniz ki, bura dərya ola bilər. Bunun harası xəbərdir? Böyük bir yer görürsünüz, deyirsiniz, bura nə gözəl portağal ağacı əhmək olar, ya bura nə gözəl üzümlük olar, ya bura nə gözəl, məsələn, burada bir şəhər tihmək olar. Urmu gölünə gedirsiniz, burada 50 dana gəmi salmaq olar, 200 dana gəmi salmaq olar, burada təfrihi işlər qurmaq olur. Tamam. Eynalı dağına da getsən, deyə bilsən, bunun başında bir qəsrilər düzətmək olar. İstadion vərzişi düzətmək olar. Burada göy vərzişlərini düzətmək olar. Təbii ki, yerdir biləxərə, hərdiyi ki, yerdə orada bir şey düzətmək olar. Nə olsun, neynəmisiniz, nə iş görmüsünüz, hangi sərmayəni gətirmişsiniz, hangi şey qoymuşsunuz. Propagandadır. Bu xəbərləri yazmarıq, bunlar sadəcə şeydiler. Hatta bunun əgər şeyinə bax, oxusaz, dedin, rəis danışgah Bonav gofт, özü rəis danışgah deyildi. Şəhristanımız zərfiyyət balay برای رشد şirkətə fənnavari deyir. Sənə nə rəbti var? Sən rəis danışgahsan. Sənə nə rəbti var əslən? Hə, sən əgər istəyirsən, mənim danışgahımda fənni ilişkəni oxuyublar, danışdıqlarımın işləməyə yeri yoxdur. Ya bu ünvanı karamız edirlər, işləyərlər, örgəşələr, ya şirkət yox ki, bunlar orada işləyərlər əslən. İstihdam olurlar. Onda deyə bilərsən ki, mənim burada 200 dana, 300 dana, 50 dana, 20 dana fوق lisans, lisans, doktoraya fənnavərim vardı. Amma bu şəhərdə onlara iş yoxdur, işləyərlər. Xəbər olar. به گزارش ایسنا منطقه آذربایجان شرقی کریم عباسیان در این نشست اعضای شورای فناوری مرکز رشد و فناوری شهرستان بناب گفت یکی از مهمترین مشکلات واحدهای صنعتی در کشور عدم ارتباط بین صنعتگران و دانشگاهیان میباشد. Cidden de xəbər deyil. Bu xəbər deyil. Nə olsun? İllərdir bunu deyirlər. Nə olubdu? İllərdir. İkinci xəbərə gedək, idamə verməyək, fəqət yormaqdır özümüzü. Deyib ki,
rəis polis Fəta Ustan xəbər dad. Çünki bu Azərbaycan şərqinindir. Yazıb ki, rəis polis Fəta Fətay Ustan xəbər dad. Bəşin, beləsi yazmayıbdı. Mən bunun çaş linklərini qoyaydım, dostlar görəydilər. Linkləri qoymamışam. Həddəqəl bunu qoyum, o birislərini də sildim ki, bunları gərək tapam qoyam bura. Siz onları görəsiniz ki, mən iştibah məndəndir. Mən gərək bunları əvvəldə qoyaydım. Dostlar görəydilər. Mən təəssüfənə onları da bağladım. Qoyun bu birisini də götürüm elə buradan qoyun bura. Həm buna baxaq. Onları da taparam, linklərini qoyaram. Görərsiniz. İştibah məndəndir. Bu iki xəbəri hələ feylərin üstündə işləyək. Onları da mən bir-bir taparam, qoyaram bura. Bağlamamış da qoyaram ki, dostlar görsünlər. Əvvələn, Future Link bu xəbəri bir nəfər copy eləyibdi, ya copy paste eləyibdi, ya da əks alıbdı, qoyubdu. Hardan bilək bu Azərbaycan şərqidir. Rəis polis Fəta Ostan xəbər dad. Fəta Ostan olmaz. Ya Fətayı Ostan olar ki, gərək burada yegələ. Özü Ustan hangi Ustan? Bilafasitə biz gərək bunu yazaq ki, Ustan Azərbaycan şərq. Bu üst titr qıssa yazılıb, rəhsiz yazılıb, görürsünüz. İş mən bunu bayaqları görməmişdim, baxanda xəbəri seçəndə. İndi gördüm. Xəbərdadın da qabağında işlə nuqta olar. Əlbəttə qoymasaq da titri də olar. Yəni üçün titri daha ondan sonraki gələn sözü deyirik. کاهش 1% جرایم سایبری در آذربایجان. İndi bu xəbərdir ya yox? Yox, xəbər deyil. Düz də deyil. Əvvələn düz deyil. کاهش 1% جرایم سایبری در آذربایجان. Titr düz deyil. Qələtdir. Heç olmasa heç hərəkəti yoxdur. Qələt də deməyim. Hərəkət yoxdur içində. Heç günə bir ciddi məfhum göstərmir. 1% cəraim sayberidən azaddır. İndi cəraim sayberi nədir? Bunu mən də bilmirəm. Mənim nənəm də bilmir. Biz xəbərnigarlar oradan ki mümkündür. Oradan ki mümkündür. Əslən xarici lüğət işlətməm. Xarici söz işlətməm. Bir çətin sözdə məcbur olsaq işlədək, gərək onu özümüz içində bir parantez ataq, onun mənasını o qədər sadə yazaq ki, yap belə savadsız adam bilsin nə deyirik. Rəis polis Fəta Azərbaycan şərqi, yenə həman iştibahı burada təkrar edilir. Burada Azərbaycan şərqisini qoyubdur. با بیان اینکه شاهد کاهش 1% جرایم سایبری در استان هستیم اضافه کرد. در حالی که تمامی استانها با افزایش جرایم سایبری روبرو هستند، اما استان ما شاهد کاهش 1% در این حوزه است. Elə burası mənə yetər. Burası bizi görər, bax. Buradan bizi görər. Nədir? O birisi ustanlarda cəraim sayberi çoxalır. Azərbaycanda biz 1% uzatmışıq. İndi sayber nədir? Fəaliyyətlər için internet üzərində olur. Buna deyirlər sayber. Zorm sayberi nədir? Hər o şey ki Cumhuri İslami və bu ağa qəbul eləmir, cürm hesab olur. Aya buna bir qanun var, xeyr qanun yoxdur. Bunlar özlərindən çıxardı. Əlbəttə qanun zorm sayberi yazdılar sonralarda. Amma orada bəlli deyil nələr cürmüdür, nələr cürm deyil. Adam hər nəyi özü sözsə elan edir cürm. Necə o fərmandar məsələn videosunu qoymuşdum, gördünüz də. Şirazda haradır? Fərmandar deyir ki, dur eşiyə çıx, qışqırır xəbərini qalırsa, dur eşiyə çıx. Elə bu həman o işdir. Adam özünə icazə verir ki, desin, mən fərmandaram, sənə dəstur verə bilirəm, çıxarsan eşiyə. Sən nə karəsin, dəstur verirsən, sən fərmandarsan. Qurtarıcı etdi. Bu da sən polissən, sən müdiri qanunsan, özündən qanun adam. Amma adam özü deyir ki, mən bir sayberi tərif edirəm. Nə mənədir? Hər kəs Azərbaycana görə, ana dilinə görə, Urmuc ölünə görə, nə bilim, istiqlala görə, federalizmə görə, Azərbaycanda işsizliğe görə, məvadlı müxəddirin çoxalmasına görə, məsulların ifşacərlığına görə çalışırsa, bu cəraim edir. Biz də bunları tutarıq. Bəllidir, bu ağanın sözü budur. Hər kəs Azərbaycanda Azərbaycan üçünlüğünü yazır, biz onu tuturuq. Biz bundan bir dənə gözəl tərif şey çıxadarıq.
və getmərik qabağa. Yəni bu adamın təhlil elərik, sözlərin həmlə elərik üstünə, bu adamı yıxarıq. Nəqd elərik, yıxarıq. Çünki bizim nəqdimiz yıxmalıdır, bunu dedim. Şəxsiyyətində özümüz yox. Bunun 5 arvadı var, 3 arvadı var. Bunlarla işimiz yoxdur. Hə, məsələn, Sərdar Nəqdini tutmuşlar 4-5 arvadan lüt. Polis özü tutmuş. Əlbəttə polis yox, Sipah Pasdaran ya vizarət ittilaat tutmuşdu. Bunların dövrəsinə də pətu bağlamışdı. Arvadlarla kişini bağlamış, bir-birinə gətirmişdi, dadqatı belə aşmışlar pətunu yerə. Adamlar içəridən lüt çıxmışdılar. Amma adam təbriə oldu. Necə ki, bu Tusi təbriə oldu. Xalqın uşaqlarına 11-12 dənə uşağa təcavüzlük eləyibdi. Həm də təbriə oldu. O surətdəki xəbər olub da o cürsü tutublar, gətiriblər beləsə, o xəbər olar. Amma qeyri o bizə rəbti yoxdur. O 4 dənə arvad üstülə bir nəfərlə seks eləyələ bizə nə rəbti var? Üstülə bir nəfərin arvadı olar. Yenə bizə nə rəbti var? Ya birinin pulu var istir bu işi görə, yenə də bizə rəbti yoxdur. Biz xəbərdə insanların şəxsi iradələrinin, şəxsi şeylərin işimiz yoxdur. Amma əgər insanlar həmin nəqdi deyə hansısıydı? Neçə 100 milyard tüməni millətin pulunu götürür, burada işimiz var. Burada deyə bilirik ki, bunun malı hardan gəlir, evləri hardadır, bunları nə cür alıbdır, bunun hüququ nədir, bunlar hamısı xəbərdir. Amma geçmər burada ki, bunun qızı nə karədir, oğlu nə karədir, arvadı nə karədir, bizə bunların nəqdi yoxdur. Hə, deyə bilirik ki, oğlu bu sərmayə ilə, arvadı bu sərmayə ilə, ya bu sərmayə ilə gedib arvadının adına, qızının adına, gəlinin adına. Bunlar xəbər olar. Amma bu ki, qızının əxlaqı, filan kəslə öpüşdü, filan kəslə getdi işiyə filan, əhsin salaq qoyaq ki, Amerikada bunun başı açıqdır. Əslində bu xəbər bizə, əgər bir dənə qızın əhsin gözü bunun başı açıq qarşıdır, istiyorlar ki, onun qızının başı niyə açıqdır? Geri açıq olmuyor. Yəni biz əslində çox fundamentalist, çox bir radikal bir İslamçı çıxırıq orada. Köməklik eləmirik ki, hicab aradan geçsin. İcbari hicab. Nə hicab? Ha, hicabla bizim heç müşkülümüz yoxdur. İcbari hicab. Aradan geçsin. Bəlkə köməklik elə ki, o icbarlansın. Çünki bir dənə məziqi, əxlaqi yaradırıq ki, sən niyə başına açıq olubdu Amerikada? Məsələn, Xumeyninin qızının nəvəsinin əksini zadını qoymuşdular filan baxma. Bir ayrı xəbəri də oxuyayım, titrin qutaraq. Çünki fikirlərim ki, bir saat oldu elə, hə? 47 dəqiqəyə yetişmişik, bəli. Deyir ki, Ustandar Azərbaycan Qərbi. Bu sözü Azərbaycan Qərbinin Ustandarı deyibdir. Yenə də mənbəyi xəbərimiz Xəbərguzari Danışıqların İran İsnadı. سطح آب دریاچه ارومیه امسال از 1.5 میلیارد متر مکعب پایینتر نرفته است. اولا fiili də oradan ki mümkündür, titri də oradan ki mümkündür, fiili mənfi gətirmərək. İlla Azərbaycan və o birisi millətlər üçün mübarizəli onlar gətirə bilərlər. Amma İrancılar gətirmək haqqları yoxdur. Qanuni deyil gətirməklə. Qeyri-qanuni də deyil, amma qeyri-əxlaqlıdır. Qeyri-hərfəyidir, beləsi deyək. Çünki onların mənzurları budur ki, bunu şey eləyərlər. Gözəl görsədələr. Onun üçün mənfi yazıbdır. Bu istir deyə ki, Azərbaycan dəryasının Urmu gölündə su azalmayıbdır. Amma yalan dediği üçün deyir ki, payintər nərəfdə əst. 1 milyard metr mükəbdən əşaya yenməyibdir. Amma biz bilirik ki, yalan deyir. Ağay filan kəs dünən deyib ki, 600 milyon metr mükəb orada su var. Bu adam 2 bərabərdən də uzağa çıxadır, yuxarıya çıxadır. Yalan deyir. Bəli, istəyir bu yalanı yekə görsətmək üçün mənfi yazır ki, o yalan görsənməsin. Müsbət yazsaydı, yazaydı ki, məsələn, məsələn, abi dəryاçe urmiye افزایش یافته است. جمله مستقیم şey. Ya abi دریاچه ارومیه کاهش یافته است. Tarcih. Cümlə görə kəsəri ola. Amma bu adam buna görə ki, istəsin oynasın, istər deyə ki, Urmiye dəryaçasının suyu bu qədərdən aşağıya getməyibdir. Bu bizə yenə bir şey verər, bir məqalə verər. Biz bunu adamın sözü götürürük, 2 dənə də ayrı adamın sözünü qoyarıq, yanına dəryaçadan da bir işdən əks sallıq, ya uşağa, buyur. İndi mən bunun ki dedim,
İranlıların mütəəssifانə yalanları mətbuatda o qədər doludur ki, adam bəzən də mən məsələn təsmin tuturam ki, hər bir xəbəri ki istəyirəm bir yerdə əksi ki paylaşım, o əksi də gedəm təhqiq edeyim görüm əks düzdür ya bunları oynadıblar, əksi yalandandır. Çünki məsələn hər gün iddia edirlər ki, NASA'nın həvaşinasinin son əksinə görə İranda belədir. Mən gedirəm NASA'nın veb saytına, ya mən tapamıram ya onlar tapırlar. Bilmirəm, mən tapamıram hər halda. Bəli, o əkslər ki, onlar deyirlər, İrana görə NASA orada gündə əks sayır qoyur ora, İran çox belə NASA'ya mühümdür, xəş qoya ora. Mənə biraz əcib gəlir. Demirəm, eləməz bir şey, amma çox mən tapamıram hətta. Bəlkə dostlar tapsalar mənə köməklik eləsinlər. استاندار آذربایجان غربی از افتتاح 451 طرح عمرانی و تولیدی در آذربایجان غربی همزمان با دهه زجر خبر داد. من özüm oxudum zəcr orada fəcr yazdı. Xəbərimizə rəbti yoxdur. Əslən rəbti yoxdur. Çünki orada Urumqi gölünə görə biz instruktlaşmışıq. Bu getdi dəhi fəcrdə 451 dənə yalanı bizə gətirdi, təhmil edir. Xəbər təbliğatıdır. Xəbər pul alınıbdır bundan ötürü. Bu xəbərə ehtimalən 2 milyon tümən, 3 milyon tümən. Bəli, bu rahat 5 milyon tümənlik bir xəbər buna alıblar. Bunu İRNA istəyib xəbər eləsin. Çünki bunun içində heç istat yoxdur xəbər eləmək üçün. به گزارش ISNA منطقه آذربایجان غربی محمد مهدی شهریاری bilmirik kimdir. Çünki ustandar olsa gərək bunun qabağında yazılar ustandar. Bilmirik kimdir. Bəlkə də ustandardır. در تشریف برنامه‌های دهه فجر افزود gelecek dolara tərəf pulu fulanları, bəhmanları ki, hamısı real yazıb diqqət buyursunuz. Buna görə ki, bunu 10 bərabər yekə görsədilər. Bunları siz tümən eləsəz ya dolara çevirsəz gələr sıfır olar, bir şey olmaz. Və görünər ki, bunlar bir iş görməyiblər. Heç zət bu da bundan keçsin. Mən indi icazənizlə elə burada videonu unuturum. Çünki 50 dəqiqəni də keçdik. 52 dəqiqəyə az qaldıq. Mən sağ ol dostum, təşəkkür edirəm. Mən bir baxım görüm dostlar bir şey yazsalar, ona cavab verim, yazmasalar. Bəy düzdür, sağ olun, təşəkkür edirəm. Tusi, bəli, Xusidir, Tusidir, nədir, odur. Çox gözəl danışırsınız, təşəkkür edirəm. Yaşayasınız hamınız. Rəna Fəxri xanımdır, Hidayət bəydir, Obalı bəydir, Cəvad bəydir. Yaşasın Azərbaycan, yaşasın Günəstik kanalı. Sağ ol dostum, təşəkkür edirəm. Siz də yorumlayasınız. Rəna xanım, təşəkkür edirəm sizə. Olduz. Mən o birisi xəbərləri ki, oxudum burada və demək olar ki, edit elədim şəfahi. Onları, bəlkə biz inşallah tablo alaq eləyə bilək üstlərində yazaq, olmur beləsi. Onların da linkini əlan qoyaram. Çox sağ olun, təşəkkür edirəm. Görüşmək üzrə.